baxırsan gənclər belə qalıb, ola da bilər, olmaya da bilər. Amma bəlkə bir gün qayıdacaq, tutdu, partladı, nə bilim neynədi. Bu zamanə o zamanə deyil, bizim zamanəmiz daha yaxşı idi. Dünya bizim nəslimizin üzərində qurulmayıb. Tədbirlərin birində illər əvvəl zəif bənd verilişi ilə minlərlə tamaşaçının sevilməsinə çevrilən Kamilə Babayeva ilə qarşılaşdıq. Fürsətdən istifadə edib ona tamaşaçıların hələ də maraqla xatırladığı verilişlə bağlı sual ünvanladıq. Zəif bəndi yaxın zamanda yenidən efirdə görəcəyikmi? Üzərindən 20 il keçib, amma xatırlandığım zaman zəif bənd hər zaman yada düşür. Hətta baxırsan gənclər belə qalır, sanki onların hardan yadında qala bilər, necə düşə bilər yadlarına. Yaddaşlarda varsa bəlkə bir gün qayıdacaq, kim bilir, amma mən bilmirəm hələ. O barədə heç bir məlumatım yoxdur. Zəif bənd bir dövrün ən baxımlı və müzakirə olunan televiziya layihələrindən biri idi. Tamaşaçılar onun dinamik formatını, gərgin atmosferini və Kamilə Babayevanın özünə məxsus aparıcılıq tərzini hələ də xatırlayır. Bu veriliş yenidən efirə qayıtsa, əvvəlki reytingi verə biləcəkmi, deyə Kamilə xanıma sual ünvanladıq. Ola da bilər, olmaya da bilər, amma bir şey var ki, mən ümumiyyətlə daha çox sevgi və səmimiyyət tərəfdarı olduğumdan mən o düşüncələrə çox dalan deyiləm ki, reyting nəsə gətirərmi, reyting gətirməzmi, ay mənim proyektim, nə bilim, indi sözlər var da, tutdu, partladı, nə bilim, neynədi. Mən biraz o ruhda olmadığıma görə, mən düşünürəm ki, bir şeyi sevgi ilə edirsənsə, onun mütləq şəkildə sən qarşılığını və təşəkkürünü, bəhrəsini görəcəksən. Kamilə xanım söhbət zamanı maraqlı və düşündürücü bir fikir səsləndirdi. Onun sözlərinə görə hər dövrün özünə məxsus dəyərləri, baxış bucağı və tələbləri var. Aparıcı vurğuladı ki, zaman dəyişdikcə tamaşaçıların gözləntiləri də dəyişir. Bu zamanə o zamanə deyil, bizim zamanəmiz daha yaxşı idi. Bizdən sonra gələnlər sanki başqa cürdülər, amma elə deyil. Mən bugünkü gəncləri də sevirəm. Mən balaca bir qız anası olduğumdan, mən onların münasibətlərini görürəm, dostluqlarını görürəm, həyata, təbiətə, floraya, faunaya məhəbbətlərini görürəm və başa düşürəm, yox, dünya bizim nəslimizin üzərində qurulmayıb. Dünya böyükdür, dünya dərindir və onu sevməyə dəyər bax bu körpələrə görə.